Salam, hər vaxtınız xeyir. Düz xətlərə aid 24-cü məsələyə baxırıq. Şərtdə deyilir, üçbucağın iki təpə nöqtəsi və hündürlüklərinin kəsmə nöqtəsi verilir. Üçbucağın üçüncü təpə nöqtəsini tapın. Yəni bizdən A nöqtəsindən soruşur. A nöqtəsini necə tapmaq olar? AB və AC tərəflərinin tənliyini yazıb, iki düz xəttin kəsmə nöqtəsi kimi tapmaq olar. Bunun üçün biz AC və AB tərəflərinin tənliyini yazmalıyıq. Bu tənliyi də düz xəttin bucaq əmsalı tənliyi vasitəsilə yazmaq olar. AC tərəfinin keçdiyi nöqtələrdən biri bizə məlumdur, C nöqtəsi. Bucaq əmsalını tapsaq yaza bilərik. Həmçinin AB tərəfində keçdiyi nöqtə var, B nöqtəsi. Bucaq əmsalını tapsaq AB tərəfində tənliyini yazmaq olar. Gəlin başlayaq AC tərəfindən. AC tərəfinin AC düz xəttinin bucaq əmsalını tapmaq üçün biz B və H nöqtələrindən keçən düz xəttə baxaq. B və H nöqtələrindən keçən düz xətt AC tərəfinə perpendikulyardır. Deməli, B və H nöqtələrindən keçən düz xəttin bucaq əmsalını tapsaq, K1 K2 bərabərdir -1 münasibətinə görə AC tərəfinin, yəni AC düz xəttinin bucaq əmsalını tapa bilərik. Biz demişdik, düz xəttin iki nöqtəsi məlumdursa, onun bucaq əmsalını tapmaq olar. B və H nöqtələrindən keçən düz xəttin bucaq əmsalını tapaq. K bərabərdir 2 çıxılsın 2, -6 çıxılsın 1, -7 bərabərdir 0. Bu o deməkdir ki, BH düz xətti apsis oxuna paraleldir. Gəlin bunun şəklini çəkək. Koordinat sistemində göstərək. Buradan görünür ki, ordinatı 2-yə bərabərdir. Yəni 2 nöqtəsindən keçəcək. 0, 2 nöqtəsindən oldu Y, X. Apsis oxuna paraleldir. B, H düz xətti paraleldir. O, X oxuna. Yəni apsis oxuna paraleldir. Apsis oxuna paraleldirsə, buna perpendikulyar olan AC tərəfi də bu düz xəttdə perpendikulyar olacaq. Perpendikulyardırsa AC olacaq ordinat oxuna paralel. Bunun da tənliyini buradan görünür ki, C nöqtəsinin apsisi 2-dir, ordinatı -2-dir. C nöqtəsi burada yerləşəcək. -2. Burada 2 desək. C nöqtəsi buradadır. Ordinat oxuna paralel olan AC düz xətti C nöqtəsindən keçir. Bunun apsisi 2-yə bərabərdirsə, onda AC düz xəttinin tənliyi X bərabərdir 2 şəklindədir. AC düz xəttinin tənliyini tapdıq. X bərabərdir 2 şəklində, yəni ordinat oxuna paralel olan düz xətt. Gəlin indi isə AB tərəfinin bucaq əmsalını tapaq. AB düz xəttinin bucaq əmsalını tapaq. Bunun üçün C və H nöqtələrindən istifadə edək. C və H. C və H nöqtələrindən keçən düz xəttin bucaq əmsalını tapıb, K1 K2 bərabərdir -1 münasibətinə görə AB düz xəttinin bucaq əmsalını tapmaq olar. K1 deyək, C və H nöqtələrindən keçən düz xəttin bucaq əmsalına bərabərdir 2 çıxılsın -2, 2 çıx -2 bölünsün 1 çıxılsın 2 bərabərdir 4 böl -1, -4. C və H nöqtələrindən keçən düz xəttin bucaq əmsalına K1 dedi, o -4-ə bərabərdir. AB düz xəttinin bucaq əmsalına K3 desək, K3 vurulsun K1 bərabərdir -1 olmalıdır. Çünki bu düz xəttlər bir-birinə perpendikulyardır. K3 vur -4 bərabərdir -1-ə, K3 bərabərdir 4-də 1.
AB düz xəttinin bucaq əmsalını tapdıq. Keçdiyi nöqtəsi var, B nöqtəsi. Onda biz AB düz xəttinin tənliyini yaza bilərik. AB düz xəttinin tənliyi belə olacaq. Düz xəttin bucaq əmsalı tənliyi. Burada x0 olacaq, -6, y0 olacaq, 2. Y çıx, y0. Y0 dedik, -6'dır. Y0 2'dir. Y çıx, y0 2'dir. Bərabərdir. K vur, K-nı tapdıq. 4'də 1. 4'də 1 vur. X çıxılsın, x0. x0 da -6'dır. Çıx -6. Y çıx 2 bərabərdir. 4'də 1. X üstə gəl 6. Y bərabərdir. 4'də 1 x üstə gəl. Üstə gəl 2'də 3 üstə gəl 2. Y bərabərdir. 4'də 1 x üstə gəl 1,5 üstə gəl 2 3,5 yəni 2'də 7. AB düz xəttinin də tənliyini yazdıq. AB düz xəttinin tənliyini yazdıq. AC düz xəttinin tənliyini yazdıq. Bu iki düz xətt A nöqtəsində kəsişir. Biz bu tənliklərdən istifadə edərək A nöqtəsini tapa bilərik. Y bərabərdir 4'də 1 x üstə gəl 2'də 7 bol AB düz xəttinin tənliyi və x bərabərdir 2. X bərabərdir 2'də AC tərəfinin tənliyi. Buradan x 2'dir. X'in 2 qiymətini birinci tənlikdə yerinə yazsaq. Y bərabərdir 4'də 1 bu 2 üstə gəl 2'də 7. Y bərabərdir 2'də 1 üstə gəl 2'də 7 2'də 8 4. Deməli A nöqtəsinin koordinatları apsisi 2, ordinatı isə 4'ə bərabərdir. Bizdən də A nöqtəsinin koordinatlarını soruşurdu. Həmin koordinatlar 2 və 4'ə bərabərdir.